Təkrar xoş gördük əşəsi. Mən bu gün Binance-ın P2P-nin bağlaması ilə bağlı video paylaşmışdım və o məlumatı da mən crypto.com saytından almışdım. Bunu almamışdan əvvəl mən ChatGPT-yə yazdım. Süni intellekt mənə bildirir ki, bəli, belə bir şey olacaq. Təbii ki, ChatGPT də internet resurslarından istifadə edərək bizə məlumatları tapır. Belə bir məlumat olduğu üçün bizə onu bildirdi. Əlavə olaraq da məndə ekran görüntüsü var idi. Hansı ki, o ekran görüntüsündə də rus saytlarında da bildirilirdi ki, yəni Binance özü duyuru vermişdi ki, biz bunu bağlayırıq. Onun nəticəsində mən araşdırdım və gördüm ki, bir çox saytlar da bu sözü deyir. Sadəcə olaraq Binance-ın özündə belə bir məlumat gəlməmişdi. Əslində yəni yox idi. Heç indi də yoxdur. Normalda da elə bir məlumatlar olur ki, heç bizə gəlib çıxmır. Biz bunu qıraqdan eşidirik. Yəni konkret burada üçüncü tərəf saytlar yalan danışır, yəni deyə bir şey yoxdur. Ona görə də biz bunu araşdırdıq və mən dəstək ekibilə danışdım. Dəstək ekibi də inkar edir ki, belə bir şey yoxdur və siz yalnız bizim öz rəsmi səhifəmizdən belə məlumat alın. Bizim üçün də əslində bu sərf eləyir. Yəni normaldir, çünki əlavə yerlərə biz əl atmayacağıq, əlavə vasitələrdən istifadə edəməyəcəyik və yaxud da ki, bank kartlarından istifadə edərək 30-40% komissiya ödəmə məcburiyyətində qalmayacaq. Bu çox sevindirici haldır, çünki bundan əvvəlki video çox məyus bir şeydir. Mən normalda məyus şeyləri çəkmirəm, normal şeylər bildirirəm, çünki onsuz pis hadisələr avtomatik insanlara tez sürət şəkildə gelib çatır. Belə, yəni çox qəşəng oldu, sevindim və indi siz də sevinərsiniz. Bəncə artıq ürəyimiz yerinə gəldi. Əlavə olaraq da bildirim ki, Binance-da olmayanlar bura qeydiyyatdan keçərsə 40%-ə qədər komissiya əldə edəcəklər. Mənim referalımla qeydiyyat olarlarsa, yəni çox adam bundan istifadə edir. Siz də yəni olmayanlar da qoşulub yararlana bilərlər. Yəni qeydiyyatdan keçərək bu 40% komissiyadan istifadə edə bilərlər alım-satımlarda və futuresda da. Belə əlavə də burada bir şey yoxdur. Biz hal-hazırda bir də ADA Coin-ə baxaq görək, ADA Coin-in vəziyyəti nə yerdədir. Trumpın çıxışı olmalıdır və Trumpın çıxışına heç baxmamışam, vaxtım olmayıb. Hal-hazırda bir həftəyə baxırıq, bir günə keçid eləyək və 1.17 sent vurub düşüb hal-hazırda 0.84-dən işləmə həyata keçiririk. Bunu biz favorilərə vurmuşuq ki, vaxtında izləyək. Və bir izləyicimiz də mənə yazmışdı ki, burada mənim əlimdə misal üçün 3 dollar var, onu necə dəyişə bilərəm, coin ala bilərəm. Çox sadədir, konvertasiya bölməsini görürsünüz burada. Əgər burada olmasa, daha ətraflı bölməsində bunu tapa bilərsən. Konvertasiya vurursan, əlində misal üçün deyək ki, Bitcoin var, belə deyək, Shiba var, onu çevirmək istəyirsən dollara. Üstə Shiba qoyursan və maksimum deyirsən və burada nə qədər məbləğ olacaq görsən, çox cüzi qədər fərq verir və ticarət bölməsinə basırsan, 8 saniyə vaxt verir və 8 saniyə ərzində təsdiq edirsən və hazırdır sənin işləmin. Bu qədər. Video xoşunuza gəldisə bəyənin, fikirlərinizi bölməsinə yazmağı unutmayın. İnşallah növbəti videoda görüşərik. Sağ olun.